El nə deyər? Qohum-qonşu bilməsin kimi ifadələr artıq arxaikləşir və tarixə qovuşur. Daxili İşlər Nazirliyi mühüm bir çağırış eləyir. Olduqca önəmli bir çağırışdır. Diqqətə alırıq. 11 fevral tarixidir və Gündəm Xəbər nefrində bir məlumatı diqqətinizə çatdırırıq. Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilən ailə məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində aidiyyatı dövlət qurumları ilə birlikdə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Qurumun mətbuat xidmətinin verdiyi məlumata əsasən, məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş verdikdən sonra müdaxilə etmək deyil, həm də profilaktik tədbirlərlə riskləri əvvəlcədən azaltmaqdır. Qeyd edilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər həm hüquqi, həm də sosial, eyni zamanda maarifləndirici xarakter daşıyır. Zorakılığa məruz qalan hər bir qadın, ailə içində olur belə şeylər. El nə deyər? Qohum-qonşu bilməsin. Biraz döz düzələr kimi ifadələrlə mütləq rastlaşır. İlk baxışda bu şəxsi problem kimi görünsə də, əslində gender əsaslı zorakılıq sağlam təməlli gələcək üçün çox ciddi təhlükədir. Qeyd olunmalıdır ki, ailə məsələləri pərdə arxasında gizlənən zorakılıq bir qadının alın yazısı yox, cəmiyyətin təhlükəsizliyinə yönələn hüquq pozuntusudur. Heç bir qadın döyülməyə, təhqir olunmağa, alçaldılmağa və qorxu içində yaşamağa məhkum deyil. Susmaq problemi həll eləmir. Onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır. Digər qurumlarla yanaşı Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi, e-polis mobil tətbiqində 102 SOS funksiyası və sosial şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət eləyir. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, zorakılıq təkcə bir qadının problemi deyil, onun qonşusunun, tanışının, şahid olan hər bir vətəndaşın məsuliyyətidir. Sağlam ailə dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla üzləşən, eləcə də şahid olan hər kəsə aidiyyatı dövlət qurumlarına məlumat vermələri tövsiyə olunur. Şiddət bir evin divarları arxasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir. Qeyd eləyək ki, Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı çağırışında video xarakterli video çarx da yer alır və burada ailə qadın münasibətləri və ən əsası uşaqlara qarşı yönəlmiş şiddətin aradan qaldırılması üçün lazımi görüntülər həmin videoçarxda öz əksini tapır. Bəli, biz də öz növbəmizdə bu tövsiyəni hər kəsə veririk. Bu təkcə bir ailə içərisində baş verən problem deyil, cəmiyyətin bir bəlası olaraq qəbul olunur və belə bir hallarla rastlaşdığınız an mütləq aidiyyatı qurumla, xüsusilə Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət edərək gərəkli tədbirləri görə bilərsiniz.